yaşayış binalarını köhnələrək sakinlər üçün yaratdığı təhlükədən danışacağıq. Eyvanları hər an ölüm riski saçan bu kimi binalar demək olar ki, paytaxtın bütün rayonlarında mövcuddur. Keçən həftə Suraxanı rayonu Hövsan qəsəbəsində qəzalı vəziyyətdə olan eyvanın uçması nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə qəzalı binalar mövzusunu yenidən gündəmə gətirib. Şey başımıza, uşağın başına. Qorxuruq eyvana çıxmağa. Bir Bakıxanov qəsəbəsində ötən gün 170-ə yaxın qəzalı binanın vəziyyəti ilə tanış olmağa getdim və nəyi gördüm? Bütün dövlət orqanlarına müraciət elədim. Hamısının aktları var ki, bu bina qəzalıdır. Yəni, hamı özünü sığortalayıbdır. Sabah bunun məsuliyyətini heç kim daşımayacaq, hansısa bina uçda. Eyvanları qəzalı vəziyyətdə olan yaşayış binaları paytaxtda əsasən 2, 3, 5 və 9 mərtəbələrdə çoxluq təşkil edir. Ötən əsrin ortalarında tikilmiş bu kimi binaların təkcə eyvanları deyil, dam örtüyündən pilləkəninə kimi insan həyatı üçün təhlükə yaradır. Tək binalarımızın eyvanları deyil, binamızın girişidir, bloklarımızdır, pilləkənlərimizdir. Hamısı çox qəzalı vəziyyətdədir. Mən bura gələndən, məsələn, heç vaxt görməmişəm ki, blok təmir olunsun. Evin üstüdür, özümüz eləyirik, alırıq, eləyirik. Sağ olsun, JEK-dən veriblər bizə, tolzat veriblər. 30 ildir vaxtın keçib, 35 ildir vaxtın keçib, elə qəzalıdır da. Qəza bəyəm nədən olur? Belə gözləməyən yerdən qəza çıxırdı. İstismar müddəti başa çatmış köhnə binaları zamanla yeni çox mənzilli binalar əvəz eləsə də, məlumata görə hazırda paytaxtda belə binaların sayı 1000-dən çoxdur. Eyvanlar qəzalı vəziyyətdə olan binalar paytaxtın bütün rayonlarında mövcuddur. Ətrafda onlarla 5 mərtəbəli və 2 mərtəbəli yaşayış binaları var ki, eyvanları bu vəziyyətdə qəzalıdır. Hansı ki, sakinlər bildirirlər ki, illərdir onlar eyvanları təhlükəli vəziyyətdə olan binalarda yaşayırlar. Təkcə paytaxtın Sabunçu rayonunda 228 yaşayış binası qəzalı vəziyyətdədir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə həmin binalardan 52-sinin qəzalılıq aktı tərtib olunub, 15-də isə bərpa gücləndirmə işlərinin aparılmasına zərurət olması barədə rəy verilib. Deməli, bu binaların əksəriyyətində sakinlər təhlükədədir. Bu neçənci ilin binasıdır? 66 yanvarı. O vaxtdan bu vaxta təmir olunur heç bir eyvanlar? Yox, heç bu. Müşahidələr göstərir ki, paytaxtda bir əsrdən çox yaşı olan köhnə binalarda rayon icra hakimiyyətləri tərəfindən zamanla cari təmir işləri aparılsa da yetərli olmayıb. Sabunçu rayon ərazisində ötən əsrin ortalarında tikilən yaşayış binalarının əksəriyyətinin eyvanları beton və dəmir konstruksiyalardan deyil, taxtadan düzəldiyi üçün elə daha çox da uçma təhlükəsi bu kimi eyvanlarda var. Hazırda olduğum bu binanın əksər eyvanlarına ayaq qoymaq kifayət edir ki, o uçma təhlükəsi ilə üz-üzə qalsın. Millət vəkili Fazil Mustafa da paytaxtda təhlükə saçan köhnə binaları yeniləri ilə əvəzlənməsinə dair Milli Məclisdə təkliflə çıxış edib. Bir iş adamı gəlir, bir dənə binanı götürür, pulunu ödəyir, dövlət büdcəsindən 1 qəpik pul xərclənmir, 5 mərtəbə əvəzinə 9 mərtəbə tikir, 5 mərtəbəyə həmən sakinləri 1 il kirayədə saxlayıb yerləşdirir, 4 mərtəbəni də satır, özü pul qazanır. Qeyd edək ki, paytaxtda köhnə binaların qəzalı vəziyyətdə olan eyvanları təkcə sakinlər üçün təhlükə yaratmır, eyni zamanda paytaxtın görkəminə də xələl gətirir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.